İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində İsrail dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausus ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və İsrail arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər tibb elmi, mütərəqqi texnologiyalarının tətbiqi, kadr hazırlığı və səhiyyə sistemində rəqəmsallaşma istiqamətlərində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın Səhiyyə naziri Teymur Musayev İsrailin səhiyyə sistemində tətbiq olunan qabaqcıl təcrübənin ölkəmiz üçün maraqlı olduğunu qeyd edərək, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini bildirib. Xüsusilə tibbi təhsil, xəstəxanaların idarə edilməsi, teletibb, farmasevtika, tibbi texnologiyalar və tibbi turizm kimi sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi, habelə iki ölkənin aparıcı tibbi mərkəzləri və elmi tədqiqat institutları arasında birbaşa əlaqələrin genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.